Bu tipli xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Əmək məzuniyyəti neçə hissəyə bölünə bilər? İşçinin bilməli olduğu vacib məqamlar yay aylarında işçilərin ən çox maraq göstərdiyi məsələlərdən biri əmək məzuniyyətidir. Bir çox insan məzuniyyətə çıxarkən bütün günlərini bir dəfəyə istifadə etməyi planlaşdırır. Ancaq bəzi hallarda işçinin şəxsi planları, ailə vəziyyəti və ya iş şəraiti məzuniyyətin hissələrə bölünməsini zəruri edə bilər. Azərbaycan qanunvericiliyinə əsasən əmək məzuniyyəti neçə hissəyə bölünə bilər? İşçi məzuniyyətinin bir hissəsini indi, digər hissələrini isə daha sonra götürə bilərmi? Məsələn, bir neçə gün məzuniyyət götürüb, sonradan yenidən məzuniyyətlə çıxmaq mümkündürmü? Bu mövzu ilə bağlı əsas qaydaları sadə və aydın formada izah edək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin açıqlamasına əsasən Əmək Məcəlləsinin 137-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq əmək məzuniyyəti işçinin arzusu və işə götürənin razılığı ilə hissələrə bölünərək verilə bilər. Burada diqqət edilməli, ən vacib məqam məzuniyyətin hissələrə bölünməsi zamanı tərəflərin, yəni işçi ilə işə götürənin razılığının olmasını. Qanunvericiliyə əsasən bölünmüş hissələrdən ən azı birinin müddəti 14 təqvim günündən az olmamalıdır. Başqa sözlə, əmək məzuniyyətini hissələrə bölmək mümkündür. Lakin bölünən hissələrdən ən azı biri 2 təqvim həftəsi, yəni 14 təqvim günü olmalıdır. Burada maraqlı məqam ondan ibarətdir ki, həmin 14 günlük hissənin mütləq məzuniyyətin ilk hissəsi olması barədə tələb yoxdur. Bu isə o deməkdir ki, işçi və işə götürən razılığa gəldiyi halda məzuniyyətin əvvəlcə daha kiçik bir hissəsindən, daha sonra isə ən azı 14 təqvim günündən ibarət hissəsindən istifadə edə bilər. Məsələn, işçinin 36 təqvim günü əmək məzuniyyəti olduğunu düşünək, belə məzuniyyətin mütləq 2 hissəyə bölünməsi tələb olunmur. Tərəflər razılaşdığı halda məzuniyyət müxtəlif hissələrə bölünərək istifadə edilə bilər. Məsələn, işçi əvvəlcə bir neçə gün, daha sonra başqa bir neçə gün və sonraki mərhələdə isə ən azı 14 təqvim günündən ibarət hissə götürə bilər. Burada əsas şərt odur ki, bölünmüş hissələrdən ən azı birinin müddəti 14 təqvim günündən az olmasın. Yəni, qanunvericilikdə məzuniyyətin yalnız 2 hissəyə bölünməsi ilə bağlı məhdudiyyət nəzərdə tutulmayıb. Bu məsələ xüsusilə yay aylarında işçilər üçün əhəmiyyətlidir. Çünki bəzi insanlar bütün məzuniyyətlərini bir dəfəyə keçirmək əvəzinə ilin müxtəlif dövrlərində dincəlməyə üstünlük verirlər. Məsələn, işçi yay aylarında bir neçə gün məzuniyyət götürmək, daha sonra ailə tədbiri ilə əlaqədar yenidən bir neçə gün istirahət etmək və ilin başqa bir dövründə əsas məzuniyyət hissəsindən istifadə etmək istəyə bilər.